Salam, hər vaxtınız xeyir olsun. Kanalımızın dəyərli izləyiciləri, mən Seymur Rəfiyev hər birinizi salamlayıram. Bu günlərdə sizlər üçün 4-cü sinif şagirdlərinə dəstək məqsədi ilə növbəti sınaq suallarımızın izahını verəcəm. Zəhmət olmasa kanalımıza abunə olun ki, hər video izahlardan xəbərdar olasınız. Və video izahları şagird yoldaşlarınızla paylaşmağı unutmayın. Əgər monitorinq sınaqlarımızdan yararlanmaq istəyirsinizsə, 055 236 81 40 nömrəsinə yazaraq suallarımızdan və monitorinq sınaqlarımızdan yararlana bilərsiniz. Keçirik ilk suala. İlk sual belədir ki, qiyməti 53 manat olan 9 köynəyin dəyəri neçə manatdır? Deməli, bir köynəyin dəyəri 53 manatdırsa, bəs 9 köynəyin dəyəri nə qədərdir? O zaman 53'ü vuracağıq 9'a. Bu da bizə verəcək 477 manat. Cavabımız olur D variantı. Növbəti sualımıza baxırıq. 2 nömrəli sualdır. 893.456 çıxılsın 78.359. Fərqi hansı yuvarlaq ədədə daha yaxındır? İlk olaraq ədədimizin fərqini tapaq. İkinci işimiz isə yuvarlaq ədədi tapmaqdır. 893.456'dan çıxırıq 78.359'u. Bu bizə verir 815.097. Bu hansı yuvarlaq ədədə daha yaxındır? Cavab variantlarımız 800.000, 600.000, 400.000, 500.000. Daha çox 800.000 deməli 800.000 yuvarlaq ədədinə yaxındır. Cavabımız olacaq A variantı. Növbəti sual 3 nömrəli sualdır. Ən böyük 4 rəqəmli tək ədəddən hansı ədədi çıxmaq lazımdır ki, alınan fərq 7005 və 5945 ədədlərin fərqinə bərabər olsun? Birincisi, ən böyük 4 rəqəmli tək ədədi 9999'dur. Əgər rəqəmləri fərqli desəydi, fərqli ədəd götürəcəkdik. Çıxılsın, bilmirik, naməlum ədəd bərabərdir nəyə? Bu ədədlərin fərqinə, yəni 7005'dən çıxırsan 5945'i. İndi baxaq, bunların fərqi nəyə bərabərdir? 7005'dən 5945'i çıxsam 1060 qalacaq. 9999'dan da 1060'ı çıxsam aradakı fərq olacaq 8939. Deməli, biz ən böyük 4 rəqəmli tək ədəddən 8939'u çıxmışıq və 1060 qalıb. Axtardığımız ədəd C variantında. Növbəti sual 4 nömrəli sualdır. Sevinç anadan olanda anasının 24 yaşı var idi. İndi Sevinç ilə anasının yaşları cəmi 76 olarsa, Sevincin neçə yaşı var? Sevinç, bir də ana. Əgər Sevincin 1 kvadrat yaşı varsa, ana bundan nə qədər böyükdür? 24 yaş böyükdür. Və bunların cəmi nəyə bərabərdir? 76'ya. 2 kvadrat üzərinə 24 bərabərdir 76'ya. 2 kvadrat bərabərdir 52'ya. Kvadrat da bərabərdir 26'ya. Sevincin indiki yaşı olacaq 26. Əgər ananın yaşını soruşsa, o zaman 26'ın üzərinə 24'ü gələrik. Cavabımız olur C variantı. Növbəti sual 5 nömrəli sualdır. Eyni çevrənin radiusu ilə diametrinin cəmi 48 santimetrdir. Bu çevrənin diametri neçə santimetrdir? Bir dənə çevrə çəkirəm. Mərkəzi nöqtəni qeyd edirəm. Bura qədər radiusdur.
Bu hissəyə qədər də radiusdur. Diametr isə çevrənin diametri 2 radiusa bərabərdir. 2 radiusa. Deyir, eyni çevrənin radiusu ilə diametrinin cəmi, yəni 2 yerin cəmi bizə nə verir? 48 verir. O zaman 3 yer bərabərdir 48-ə, də bərabərdir 16-ya. Radius 16-dırsa, diametr neçə olacaq? 16-nın üzərinə 16 gələcək, 32. Cavabımız olacaq B variantı. Növbəti sual 6 nömrəli sualdır. Düz bucağın 5-də 3 hissəsi açıq bucaqdan neçə dərəcə kiçikdir? Biz bilirik ki, düz bucağın dərəcə ölçüsü 90 dərəcə, açıq bucağın dərəcə ölçüsü isə 180 dərəcədir. İndi 90 dərəcənin 5-də 3 hissəsini istəyir bizdən. 90-ı böləcəyik 5-ə, vuracağıq 3-ə, 54 dərəcəli bucaqdır və 180-dən 54-ü çıxsaq, aradakı fərq 126 dərəcədir. Cavabımız olur C variantı. Növbəti sualımız 7 nömrəli sualdır. Deyir 5-də 3 tonun deməli 5-də 3 ton neçə kiloqramdır? Burada texniki səhv olub. 5-də 3 ton neçə kiloqramdır? Aha. Biz bilirik ki 1 ton nə qədərdir? 1000 kiloqramdır. 5-də 3 ton isə 5-də 3 ton neçə kiloqramdır? Və 1000-in 5-də 3-ünü tapacağım. 1000-i 5-ə bölsəm 200, 200-ü də 3-ə vursam olacaq 600 kiloqram. Cavabımız olacaq C variantı. Növbəti sual 8 nömrəli sualdır. Deyir bir sahədən 83 kisə, o biri sahədən 90 kisə kartof yığıldı. İkinci sahədə yığılan kartof birinci sahədə yığılandan 196 kiloqram çoxdur. Birinci sahədə neçə kiloqram kartof yığıldı? Deməli, birinci sahədə 83 kisə olub, ikinci sahədə olub 90 kisə. Aradakı fərqə baxaq. 90-dan çıxırıq 83-ü. 7 kisə fərq eləyir. Və nəticədə 7 kisənin cəmi 196 kiloqramdır. Biz 196-nı bölürük 7-yə. 196-nı 7-yə bölsək, bizə verəcək 28. Bərabərdir 28-ə. İndi hər bir kisədə 28 kiloqram kartof var. Birinci sahəni soruşduğuna görə 83-ü də vuracam 28-ə. Bu da bizə verəcək 2324 kiloqram. Cavabımız olacaq B variantı. Növbəti sualımız 9 nömrəli sualdır. 8564 çıxılsın AB bərabərdir 3987. Və bizə deyir ki, A plus B plus 234 ifadəsinin qiymətini tapın. Birinci, biz bu nəticəni çıxmalıyıq ki, AB-nin cəmini tapaq. O zaman 8564-dən çıxıram 3987-ni. Nəticədə qalır 4577. Və 4577 A ilə B-nin cəmidir. Bir də bunun üzərinə 234 gəlsək, yəni 4577-nin üzərinə 234 gələcəm. Olacaq 4811. Cavabımız olacaq B variantı. Növbəti sual 10 nömrəli sualdır və deyir ki 448 böl 8 kiçikdir A-dan. A da kiçikdir 397 böl 4 ifadəsində
Müqayisənin A-nın yerinə yazılacaq ən böyük və ən kiçik ədədlərin cəmi neçədir? Birincisi 448-i bölürəm 8-ə. 448-i 8-ə bölsək bərabərdir 56. İkinci bu hissəni bölək. 392-ni bölərəm 4-ə, olacaq 98. 56 kiçikdir A-dan, A da kiçikdir 98-dən. A-nın yerinə ən kiçik yaza bilərəm 57. A-nın yerinə ən böyük yazaram 97. Və bunun ikisinin birgə cəmin bizdən tələb elədiyinə görə toplayacaq olacaq neçə? 154. Doğru cavabımız olacaq C variantı. Suallarımız 10 sualdan ibarətdir. Qarışıq suallardır. Daha çox monitorinqlərdə istifadə olunan sual tipləri idi. Düşünürəm ki, sizin üçün yararlı olacaq və daha çox video izahları əldə etmək istəyirsinizsə, monitorinqə dəstək 1, 2, 3, 4 və ardıcıl olaraq 15-ə qədər video izahlarımız kanalımızda qeyd olunub. Yazaraq yararlana bilərsiniz. Sağ olun, salamat qalın.